Herkese selamlar dostlar. Mesela yepyeni bir PUBG Mobile videomuza hoş geldiniz. Bugün kaldığımız yerden PUBG'de devam ediyoruz. Falar bildiğiniz gibi yeni modumuz gelip burada bildiğiniz şeyler var ve bilmediğiniz şeyler var. Yani çok beğendim. Çok güzel moddu. Böyle hiç oynamamışım ama sadece kısa bir videosunu gördüm. Çok güzel olup. Vallahi çok güzeldi. Yani uşaqlar bu günlər sizə bunun haqqında söhbət edəcəm və modu falan göstərəcəm. Çox qəşəng olubdu və sizin də yenə deyim bildiyiniz şeylər var, bilmədiyiniz şeylər var. Yəni uşaqlar burada da bu günlər sizə bu yəni yeni gələn şeyləri də göstərəcəm. Lobbydə də, yəni etkinlikdə falan. Hər birində də öz taktiği var, kasma taktiği, onları da sizə göstərəcəm. Və ən əsası isə 300 UC-ni havayı qazanma yolu var. Bu yol isə geldim. Elə bir şey uşaqlar, bu 300 UC kazanmaya havayı 300 UC kazanma yolunu sizə izah edəcəm. Çox asan yoldur, çox qəliz deyil. Bunun üçün də videonu atlamadan, zıplamadan sonra kimi izləyin ki, çox qısa bir yerdə bunun haqqında məlumat verəcəm. Pulsuz, parasız, heç nə xərcləmədən 300 UC-ni otluq yerdən qazanasınız. İndi əvvəla gələk. Əvvəla uşaqlar bir baxaq bura. Arxa plan, yəni lobbimizə. Lobby çox qəşəngdir. Arxa yəni plan gördüyünüz kimi dəyişilibdir. Çox qəşəng olub. Çox bəyəndim mən buranı. Daha sonra isə gördüyünüz kimi uşaqlar alt hissələr biraz daha qəşəngləşib. Məsələn, bura əvvəllər qapqara idi. Sonra yəni yeni mod yanında ağarmışdı. İndi yenə buraları düzəldib daha da qəşəngləşdiriblər və 54 nə koleksiyon buralar da daha bir qaraldıb eləyiblər. Sonra uşaqlar burada gördüyünüz kimi belə bir şey var. Belə bunu bilmirəm. Yıldırım lobisi. Burada takım qururuq. Bunlar da çox qəşəngdir. Bura gördük. Sonra gördüyünüz kimi yeni gələn şeylərimiz var. Məsələn, bunlar indi temaya gələk. Temada gördüyünüz kimi avantaj takasında falan, iyi başarımlar, ünvan falan qazana bilirik. Sonra klasik modda oynayış mekanları, temalı ögələr falan gəlibdir. Sürüm görevləri də gəlib. Sonra uşaqlar buradan da nəysə bunu başını buraxın. Boş şeydir. Bura sezonumuzdur. Sezonu da başlayalım bırakın. Sonra uşaqlar kartlarımız yenilənib. Kartlarımız bəli yeni kartlar gəlib və hədiyyələr də gördüyünüz kimi aşağıda vardır. Mən bunların bəzilərini açmışam. Hatta günlük oynamağını da alım. Bəli çox qəşəng. Gördüyünüz kimi aşağıda 12 dənə yığmışam artıq. Bunları da bir fulləsəm çox qəşəng olar. Bəzilərini açmışam artıq. Çox qəşəngdir bunlar da. Sonra gələk bura. Burada da heç də yox. Sonra uşaqlar burada yeni bir şey gəlibdir. Gelişmiş kontroller. Gəlib burada işarət tekeri stili. Klasik, modern. Yani modern daha şeydir falan. Modern daha qəşəngdir. Onun üçün də modern dəyişdirmənizi tövsiyə edirəm. Sonra bir dənə də var. Yazıyorum hansıydı? Açıldı. Bunlar yenilənib özdə. Sonra düşük mermi sesi bildirimləri. Bunlar lazım deyirlər. Yəni belə bu qədər idi buralar. Sonra uşaqlar bura gəlirik. Burada AG alışverişi falan hər şey gəlibdi. BP falan bunlar da gəlib. Yəni bunlar da çox bomba kimidir. Ən sonunda isə burada gəlirik. Sonuncu işimizi etkinliklərə giririk. Etkinliklərdən də məsələn burada sualları məsələn al deyirəm. Ben bunu ödülü zaten aldım. Şimdi buradan ikinci adımımız var. Birini almıştım kartı. Burada o suallara cevap verirsiniz ve size aşağıdan hediyeler verir. Mesela aşağıda sonuncuda ise 4000 AC verir. İndi uşaqlar bu arada bu gördüğünüz maşında oyunumuza yeni gəldi. 180 ilə gedəcək. Buranı gördüyünüz kimi buranın da öz taktikləri var. Tez bazar bunları cavablandırıb burada aşağıdakı hədiyyələri alırsınız. Sonra avantaj takasına gəlirsiniz. Burada da elə həminki qayda ilə tümünü al deyirəm. O qəşəng. Allah uğurlu paraydı o. Oyda sən öl. Çox qəşəng. Buradan da bədiyyələrimizi ala bilərik. Çox qəşəngdir. Avantaj kuponundan nə görürsünüz alın uşaqlar, yaxşımı? Bunlar çox əsasdır. Bunları alın. Ünvan kazanma taktiği. Uşaqlar. Bunlar da ünvan kazansınız. Bunları etdikdə artıq sizə ünvan verir. Haftalık filişdən kasırman dedik. Tamam. Bunu aldıq. Bonus repi. Bunların da başını baxın. Bunlar da qəşəngdir. Ancaq əsas şeylər isə burada da belə.
Aha, tamam. İndi mən belə göstərdim sizə. İndi belə çox qəşəngdir. Aşağıda da gördüyünüz kimi hər şey elədik. Gəldik ayarlarda hər şey elədik. Yəni qəşəng, çox qəşəng bomba kimi olub. İndi isə digər hesaba keçid edim. Let's go deyirəm, keçək modumuza və maçımıza. Bu arada uşaqlar, OBS hesabım təzə olduğuna görə botlar da oynayacağıq ki, özüm belə istəyirəm ki, modu qəşəngliklə göstərə bilim. Və uşaqlar, gəldiyi maçımıza sizlər də yenidən deyirəm. Kanala abunə olub, like atıb, bilmə tutmaq, ayarlayıb, bir dənə şey yazmayı unutmayın. Maksimum dəstəyinizi gözləyirəm. Tamam. İndi uşaqlar gələk bekleme alanımıza. Tamam, açıldı maçımız. Gələk bir dənə, gələk. Tamam, geldim maçımıza. İndi uşaqlar burada da gördüyünüz kimi. Aha, böyle bir şey gəlib. Oynamışam mən. Ananı avradını. Mükemmel. Mərmi hasar icazəsi var. Bu var. Ana, hızlı kaldırma da var. Bomba kimi. Bunlar bir dənə şeylərdir. Var. Sonra 1 2 3 4. Bu da başarıdır. Tamam. Sağda yönü. Bunlar ne açma olur? Sandıklar falan. Bunlar da açanlar verir. Ağlar da sandık falan verir. Bomba kimi uşaqlar. Çox əla, çox bomba kimi olur. İndi uşaqlar bir dənə bir şeydən biz keçək maçımıza. Xaritada basanda səs verir uşaqlar. Məsələn, müəyyən bir ərazi seçdikdə bu zaman məsələn göstərəcəm indi sizə. Orada səs gəlir. Baxın məsələn. Let's jump and land together. Biz buraya gedək. Poçinkidə də belə şeylər var, hər yerdə susma olğada falan. Yəni bu uşaqlar narıncı digərlərimizi yəni gökyüzü şöləni kimi fərz eləyin. Onlar isə yəni boş deyil. Özdə sağ üstdə gördüyünüz kimi o birində falan var. Hadi uşaqlar, onlar da yəni gökyüzü şölənində o eklentilər var idi. Onlardı. Digərləri isə moddur. Yəni biz moda düşək, modu sizə göstərim. Çox qəşəng olub məncə oyun. Davay da. Tamam, ananı avradını. Modun yekəliyinə baxın uşaqlar. Biz bu kənardan da bir evimizi göstərək. Gələcəyim. Ananı avradını. Botlar mənə sıxıb. Zararı yoxdur. Modları sizə göstərim. Əsas bizə lazım olan odur. Ölməyək. Eləməyək. Ananı avradını. Tamam, modumuzu görürsünüz özünüz. Modumuz hələ çox qəşəngdir. Hem də özümüzü bir çəkək. Sonra bizə əsaslardan lazım olan nədir? Uşaqlar, ananı avradını. Şeylər özünü çəkdi. Tamam, Allah nə qədər M4 çıxır. Uşaqlar, modumuzun genişliyini özünüz görürsünüz. Yəni mod belə çox yaxşıdır. İndi uşaqlar, yəni modun genişliyini özünüz görürsünüz. O tərəfdə də belə sandıq falan var. Genişdir buralar. İndi tez bir dənə göstərək. Burada uşaqlar meydan okunu deyirik. Kurallara basdıqda isə uşaqlar biz kənar tərəflərə çıxmalıyıq. Yəni yalnızca olduğumuz yerdə qala bilərik. Ona görə də bir dənə imajımıza basaq burada. İngildən düşürüyor. Tamam arkadaşlarım, bura açıldıktan sonra buradan geçeceğine bir lootlarımızı alırız. I got supplies. Famas çıktı. Buna desen geldi. Neyse oynamıyoruz famas falan. Neyse boş maçın geleceğiz. İndi də əsas bölgəmizə hara gedəcəyik? Runiş. Ananı avradını. Bu arada. Bunu bastırdı, orada astırdı. Oradan hızlı özelliği verir. Yani burada hızlı koşu falan olur. Sonra gördüğünüz gibi Poçinki'de böyle mod kimi falan geldi. Ancak bunlar kiçik eklentilerdi. Dediğim gibi. İndi şurada biz yavaştan bir keçiyor taraflara. Tamam. Bu arada uşaqlar, məndən sizə bir dənə dost təklifi ki, yaxşılıq eləyim sizə.
Destansı amblem yığdığınız yəni amblemləri gedib bu Uaz və Dacia Watch out! şeylərinə verməyin desenlərinə. Yığın qardaş, onlar boş şeylərdir ki, orada fark varmış, gedək onlardan əldə eləyək. Oy! Ananı avradını biter baydım bak ya. Böyle bir sağlama girdi. Ananı avradını o bayrak. Bunlar da siz ala bir değişli böyle boyun. İndi kakasın. Baba bayrağı. Ananı avradını yürüse bu. Bu nədir? Bu kalkan kimi nəsə ola bilər? O məncə kalkan kimi nəsə bir şeydir belə. Neyse biz gedək dediyim yerə. Anam o bir oldu. Arkaların maçdan çıxdıq. Niyə? Çünki ora vara bilmədik. O yuxarı. İndi uşaqlar keçirəm növbəti maça. Promo gedim yuxarına alım. Sonra sizinlə birlikdəyik. Tamam arkalarım gəldi. İndi əsas yerə. Burada nə sağ qalaq. Burada siz oranla saklanmışsınız. Buradan yuxarı qalxırıq. Ananı uğradım. Uy, çok zor görünür Ahmet. Tamam, buradan atılır. Tamam ağalarım, gördüğünüz gibi de qəşəngcənə geldi burada. Bir qəşəng pis maçımızı attık. Qəşəngcənə çok qəşəng oldu. İndi uşaqlar geldi, ortanı açdıq. Ortadan 3 səviyyə kaskeley verdi. Qaldırma falan vermədi. Savaş bayrağı belki de bilmem böyle qaldırma. Nədirsə bilmirəm. Balmumu bu kanatlar bu hızlı koşudur. Yo, bu uçmaq üçündür hə. Hidleti törlüyü hə bu. Sonra uşaqlar buradan AMR'miz çıxdı. İndi AMR də olmayaq, problem yoxdur. İndi uşaqlar biz sizə eləməliyik. Baba qanatları bir test eləyək. Kanadımızı test eləyəcək. Bu nədir, nə məsələdir? Bir oldum. Aman vuranım çok Allah çok bombasını. Neyse arkadaşlarım maçımız bu kadar olsun. Şuralar indi qəşəngcənə modumuzu göstərik. Her şeyi göstərdik. İndi sizə taktiği deyəcəm. Ucu şeyin kasma. İndi bir tane de beləncini yandıraq. Qəşəngcənə. Aslan koydular. Bəli, Riya da çıxar indi. Nasıl olur indi belə. İndi uşaqlar sadəcə belə idi. Yəni başım bırakın. Başım üstü ataq. Şöyle bir daha onun kasma taktiğini de size göstereyim. Eğer bura kimi hər də izləyibsizsə, yəni çox şanslısınız. Bilməyənlər üçün deyim. Uşaqlar, deməli siz nə etməlisiniz? Gəlirsiniz buraya, hə. Bura gəlirsiniz. Gözləyirsiniz qardaşım. Bir həftə oyuna girmirsiniz. PUBG sizə bir dənə mesaj göndərəcək ki, özlətdin kendine be kral, dönmə oyuna. Deyəndə oyuna girəsiniz və bu hissəyə gələcəksiniz. Bu hissəyə gəldikdə gözlə bir dənə deyəcəm sənə bir dəqiqə. Hara nə? Bura. Gəlirsiniz bu hissəyə. Burada bu qaqaşın başında bir dənə yer çıxacaq. Burada ora kliklədiyiniz zaman, bu zaman artıq sizə hesabınıza hardasa bir dəqiqə içərisində 300 UC hesabınızda yatmış olacaq. Nəysə uşaqlar, buraya qədər izlədiyiniz üçün sizə çox da təşəkkür edirəm. Maksimum dəstəyinizi gözləyirəm. Abunə, like atıb, bildirim tutmaq, ayarlayıb, bir də yazmaq unutmayın. Sağ olun, salamat qalın. Çox qəşəng video oldu məncə. Sizə də yaxşılıq elədim. Sağ olun.